Həyəcan, stres, bunlar nevrozun ən çox yaranma səbəbləridir. Xroniki stres hər hansı bir hadisənin, məsəl üçün, uzun müddət düzəlməməsi, işsizlik, dərs, nə bilim, hər hansı bir beyində olan xroniki fikir ki, bu hadisə niyə belə oldu, bunlar hamısı nevroza zəmin yaradır. Yəni ki, bu cür insanlar həmişə diqqət etməlidirlər ki, bu əsas proses funksionaldır, yəni patoloji deyil. Ona görə də funksional prosesin nevroza çevrilməməyi üçün həmişə soyuqqanlı olmaq və dərindən düşünmək lazımdır ki, əgər mən həlli olmayan bir məsələni, yaxud da həlli olub olmayacağını bilmədiyim bir şeyi düşünüb ürəyimə salıb bunu xəstəlik halına çevirirəmsə, bunun nə cür bir əhəmiyyəti ola bilər? Mənə nə cür köməyi ola bilər? Yaxud hər hansı bir məsələnin həllinə necə kömək ola bilər? Əlbəttə ki, heç bir kömək olmayacaq. Sadəcə olaraq bizim ancaq sağlığımızı pozacaq, nevroz vəziyyəti yaradacaq. Getdikcə o hamı deyir ki, panik atakım var, panik atakım var. Bu hallar bunlardan doğur. Stresi içərinə salıb milçəyi böyüdüb fil eləməkdən doğan bir şeylərdir. Yəni gərək stresə dözümlülüyün olsun. Stresi soyuq başla düşünəsən, yəni soyuqqanlıqla düşünəsən ki, buradan çıxış yolunu mən necə tapa bilərəm? Yox, çıxış yolu yoxdursa, olacağına buraxmaq lazımdır. Bu, yəni ki, bizim düşünməyimizin, fikir çəkməyimizin aşırı dışında olan, yəni ki, xaricində olan bir şeydir. Bunları biz ancaq fikir çəkməklə düzəldə bilmərik. Sadəcə sağlığımızı daha çox düşünməliyik ki, sağlıqlı beyin, sağlıqlı bədəndə sağlıqlı ruh olur deyiblər. Gələcəkdə lazım gələrsə bizim köməyimiz, biz onu düşünə bilmək dərəcəsində sağlam olaq.